Məsələn, birincinin diskriminantını deyir hesabla. Necə hesablaya bilərik? Diskriminant üstümüz necə idi? B B'nin kvadrat kvadratını yazılır. çıxsın 4AC. Qoyaq yerinə. B'nin yerində nə durur? 5 durur. 5'in Evet. kvadratı 25 çıxılsın. 4 vurulsun. 3 vurulsun 2. 12, 24. 12. Aha, 25'ten de 24 çıxanda 1. İndi köklərinin sayını göstər deyir. Köklərini tapmalıyıq. Köklərini tapanda x1, x2 ilə tapırıq. Yəni 5 plus minus bölünsün, diskriminantımız 1'dir də. Bölünsün 2 vur 3, yəni 6'ya. 5'in üstünə 1 gəlirik 6, 6'nı 6'ya bölürük. Bu edir 1. 5'ten 1 çıxırıq 4, 4 6'ya bölürük. Bu da kəsrlə alınır. O da olur 3'də 2. Aynı oldu. Bəli. İkinci diskriminant necə tapılacaq? Bir də onu da sən tap. 25. Onu koy. 100'den çıxacaq. 3'ü yox, 2'ni. Hı. 36'dan çıxacaq. 4 vurulsun. 7 vurulsun 3. Ay sağ ol. 4 vur 7 vur 3'ü. 28'i vururuq 3'ə. Edir 84. 36'dan da 84 çıxanda mənfi. Bunun kökü yoxdur kesinliklə. Diskriminant mənfi elədir. Bəli. 3. Buyur. Üçüncü. Mən üçüncüdə 25 yo 100'den çıxırıq. 4 vurulsun 25 vurulsun. Bilməm bunun kökü yoxdur. Diskriminant mənfidir də. Kökləri yəni kompleks ədədlər olur. 100'den çıxırıq. 4 vurulsun 25 vurulsun. Niyə? 100'den 100 çıxanda 0 edir. Yəni diskriminant 0'dır. Amma ki kökü var da 10 bölünsün. İçində 25'e vuranda 50. Yəni bunun cavabı bir dənə kökü var. Müəllim 125. Müəllim. Bəli. Bəli. 5'də bir dənə kökü var. Köklərin sayı bir dənə kökdür. Dördüncü. Çünki onu məsəl üçün ondan 0 çıxsan da üstünə gəlsən də yenə də eyni cavab olur. Bərabər olur. 5'də bir kəsrinə bərabər olan kök olur. 4'də bəs Dördüncüsündə də müəllim 12'nin kvadratından çıxırıq. 4 vurulsun 1 vurulsun 35. neçə edir o? Mən 144'ü vur, yo 144'dən çıxırıq. Hı -hı. 35'i 4'ə vururuq. Bəli. 35'i 4'ə vuranda 140, 144'ten de 140 çıxanda 4 qalırdı. 4'ten de 2 çıxacaq. 2 altına Bəli. salanda. 12 plus minus 2 bölünsün 2. 7, 5. Bunun 2 dənə müsbət kökü var. Bunun bir dənə kökü var. Bunun ümumiyyətlə kökü yoxdur. Yəni kökləri olsa da belə şeyləndir. Diskriminant sıfırdan keçdiyi kiçik olduğu üçün həqiqi kökü yoxdur. Yəni kompleks kökləri var. Bu da benden həqiqi köklər istəyir. Birincidə isə dedik ki, hansı köklərdir? Biri 1'dir, biri də 3'də, 2'dir. Aynı oldu. Bəli. 2. Tənliyi Hə, həll edin. bəli, köklərini istəyir yenə diskriminantla işləmək lazımdır. Yenə birincinin məsəl üçün diskriminantını tapanda necə olacaq?
Birincisinin diskriminantı. Hı -hı. Şifayə tapa Mən bilərsən. burada Yəni buranda -1 eləsin. 4. Hə, buramda. Buranda daha doğrusu -3'te 1 eləsin. Toplayanda isə -3'te 2 eləsin. Hansı köklər ola bilər? Məsələn, -1 ilə 3'te 1. -1 3'te 1'ə vuranda cavab verir -3'te 1. Toplayanda da -3'də 3'dən 3'te 1 çıxanda -3'te 2 alır. Deməli, tənliyin köklərindən biri -1'dir, biri də 3'te 1'dir. İkinci. Buranda 8 bölünsün 2 neçə eləyir? 4. Özdə -4 eləsin. Toplayanda isə 15 bölünsün 2. Yəni bu 2 ilə nəzərə alırıq da. Bəli. 7,5 olsun. Özdə -7,5 olsun. Təbii ki, -8 ilə 0,5'dir. Toplayanda -7,5 eləyir. -8 ilə 0,5'ə vuranda -4 eləyir. Aynı oldu. Bəli. Üçüncü. Üçüncünü sən de. Vuranda -27 eləsin. Toplayanda isə -6 eləsin. Burada artıq ay yoxdur, asandır. Buramda 27. Aha. Köklər hasili burada olur da. Toplayanda isə -6 eləməlidir. 2,5 nə 3,5. Hansı ədədlər vuranda 27 eləyir? Hansı rəqəmə vuranda 27 eləyir? Məsələn, 1'i 27'ye vuranda sonra başqa Mən hal-hazırda 27. 3'ü məsələn neçəyə vuranda? 9'a. Bəli. Deməli, biri 3'dür, müsbət 3'dür. Biri də neçədir? -9'dur. 3'ü -9'a vuranda -27 eləyir. Yadımdan çıxmış. 3 ilə 9'u vuran -9'u toplayanda isə 6. müsbət 6 eləyir. Bəli. 4. Vuranda 5 toplayan da 10. 5 bölünsün 7. Yəni 7'də 5 kəsri olmalıdır. Toplayanda isə -7'də 10 olmalıdır. Belə bir şey də yoxdur. Kökü yoxdur. Yazılıb kökü yoxdur. Diskriminantla da yoxlaya bilərsən. Onun kvadratı 100'dür. 100 çıxılsın. 4 vur 7 vur 5. 4'ü 7'ye vuranda 28 eləyir. 28'i də 5'ə vuranda eləyir 140. 100 çıxılsın 140. Gördün mü? Kökü yoxdur. 5. Vuranda 15 bölünsün 4. Yəni 4'də 15 olmalıdır. Toplayanda isə müsbət 4'də 23 olmalıdır. O da 4'də 3 ilə 5 kəsilidir. Həqiqətən də bir-birinə vuranda 4'də 15 alınır. Toplayanda da 5,4'də 3 olur. O da düzgün olmayan kəsrə çevirəndə 4'də 23 alınır. Aynı oldu. Səmrələşdirsən də hə 6. Bəli, müəllim. Yenə də vuranda 16 bölünsün 25 olmalıdır. 25'də 16 olmalıdır. Toplayanda isə 25'də 40 olmalıdır. 25'də 40. Hı -hı. 9 yox. Yaxşı, diskriminant hesablayaq. 5'də 9. B kvadrat çıxılsın 4A səngər tapaq. 40'ın kvadratı neçə eləyəcək? 1600 çıxılsın 4 vur 25 vurulsun 16. Bəli. 4'ü 25'ə vuranda 1604 100, 1600'dan 1600 çıxanda 0 eləyir. Diskriminant 0 elədi. Deməli bunun bir dənə kök çıxar. B bölünsün 2A, 40 bölünsün 50. O da ixtisar gedir, qalır 5'də 4.
O da yiyir 0,8. Cəmi bir dənə kökü var, o da 0,8. 3. 3'te de yine təlinin köklərini Tənliyin tapmalısan. Məsələn, birincidən başla. Birincinin kökləri neçə ola bilər? Vuranda müsbət 6 eləməlidir, toplayanda müsbət 5. 2 ilə 3. Ay sağ ol. 2 və 3. İkincidə vuranda 99 eləməlidir, toplayanda isə müsbət 2. Toplayanda müsbət 2. Mənfi 9-dan 11 məsələn. 3'də Bəli. vuranda mənfi 5 eləməlidir, toplayanda mənfi 4 eləməlidir. Mənfi 5 və 1. 1. 4'də vuranda 7 eləməlidir, toplayanda mənfi 8 eləməlidir. 1 və 7 7. ilə Hı -hı. 5'te də vuranda mənfi 11 eləməlidir, toplayanda isə mənfi 10 eləməlidir. 11 və 8. 8'i yazırıq, hə? Biz 8'e getdim, çıxdım hemen. 5 deyib 8 oxudum. Hə, burada vuranda müsbət 11 eləməlidir. Toplayanda isə müsbət 12 eləməlidir. 11 və 11 1. ilə 1. Hı -hı. 6'da 36 eləməlidir. Üzdə mənfi 36 eləməlidir vuranda. Deməli, biri müsbət, biri mənfi olmalıdır mütləq. Toplayanda isə mənfi 9 eləməlidir. Mənfi 9 olması üçün də böyüyünün mənfi götürürəm. 7. Vuranda mənfi 16 eləyir. Toplayanda müsbət 16 eləyir. Mənfi 2 və 8. 8 də sən tap. 8. Vuranda 11, toplayanda 10. Hı -hı. Özü də mənfi 10. Vuranda mənfi 11, vuranda toplayanda 7. mənfi 10. 11 və mənfi 1. Yəni 11 ilə 1 olacaq, amma hansı mənfi, hansı müsbət olacaq da? Mənfi 1. Mənfi 1 ilə 11'i toplayanda nə alırsa? 10. Bax, mən deyirəm mənfi 10 alınsın. Mənfi 11 ilə 1. Hı -hı. Bura həmişə tərsinəsi götürür də. Səmrə müsbət isə mənfi götürür. 4. Yenə Tənliyi köklərini həll et. tapmalıyıq. Burada cəmi ikinci, bir də üçüncünün kökü yoxdur. Çünki diskriminantdan da görə bilərsən. B kvadrat çıxsın 4 asıdır. 25'dən məsəl üçün 4 vurulsun 8, 32 çıxanda alınmır. Və yaxud da 16'dan 20 çıxanda alınmır. Amma qalanların kökü var. Deməli, birincinin kökü mənfi 4'də 1 ilə 1,2'də 1 olacaq. Dördüncünün kökü mənfi 10 ilə müsbət 11'dir. Çünki biz bunları toplayanda müsbət 1, yəni mənfi 1 alırıq. Vuranda isə mənfi 100 bunu alırıq. Qarşıda mənfi işarəsi var. Sonra 5'də Bəli. mənfi 1 ilə mənfi 3 təkidir. 6'da da mənfi 3 ilə mənfi 1,4 təkidir. Sonra 5, x-in hansı qiymətində bu çox ədədin qiyməti 0-a 4-ə mənfi 5'ə bərabər olar? Bunun üçün biz bu kəsiri nə etməliyik? Bərabər etməliyik. Yəni x kvadrat plus 7x plus 10'u bir dəfə bərabər eləməlisən 0-a. Bura Kökünü tapmalısan. 0-a bərabər edib kökünü tapanda neçə alırıq? Hansı ədədlərdir ki? mənim 10 ilə 7. Bildim. Buranda 10 eləməlidir. Toplayanda isə mənfi 7 eləməlidir. 10 ilə mənfi, yox. 2 ilə mənfi 5. 2 ilə mənfi 5 deyirsən. 2 ilə mənfi 5'i məsəl üçün. Mənfi Biz 5 neçə? ikisi də mənfi olmalıdır ya da ikisi də müsbət olmalıdır. Axı müsbət 10'dur. Mənfi 2 ilə mənfi 5. Ay sağ ol. Kökləri mənfi 2 və mənfi 5 olacaq. Sonra ikinciden de deyir 4'e bərabər olsun. X kvadrat plus 7x plus 10'u 4'e bərabər edirəm. Keçirirəm bu tərəfə. Onda olur x plus 7x, ondan da 4 çıxıram. Eləyir 6 bərabər sıfır. İndi bunun köklərini tapmalıyıq. Buranda müsbət 6 eləməlidir. Toplayanda mənfi 7 eləməlidir. Mənfi 6 və mənfi 1.
Mənfi Aynı oldu. 1 və 6. Bəli. İndi də mənfi 5'e bərabər olmalıdır. Yəni x kvadrat plus 7x plus 10'u mənfi 5'e bərabər etməliyik. Mənfi 5'də bu tərəfə keçirəndə olur 15. X kvadrat plus 7x plus 15 bərabərdir 0. Burada isə ödəmir. X'in heç bir qiyməti ödəmir. Çünki diskriminanta da belə baxsan, 7'nin kvadratı 49'dur. 49'dan çıxırıq 4 vurulsun 15'i, yəni 60'ı mənfi olur. Bunda yazırıq ki, heç bir qiyməti ödəmir. 6. X'in hansı qiymətlərində bu çox ədəd Qiymət düşərgəsi bərabər olar? Bunun üçün bir-birinə bərabər götürülür. Məsələn, birincidə x'in kvadratı plus 7x plus 6'nı bərabər götürürük x plus 1'ə. Keçirik bir tərəfə, olur x'in kvadratı 7x'dən x'ə çıxırıq 6x, 6'dan da 1 çıxırıq 5 bərabər 0. İndi köklərini tapırıq. Yenə də vuranda müsbət 5 olmalıdır. Toplayanda amma mənfi 6 eləməlidir. Kökləri verir mənfi 5 ilə mənfi 1. Sonra ikincidə də qiymətlər deyir bərabər olsun. Bir-birlərinə bərabər götürürəm. Kömək ilə bərabər götürək və bir tərəfə keçirək görək nə alırıq. Nə yazım? 4x kvadrat çıxılsın 10x plus 25'i bərabər götürürüm. Mənfi 3x kvadrat çıxılsın 10x plus 11. Bir tərəfə keçirəndə nə olacaq? 4x kvadratla mənfi toplandı. 3 olacaq 7x'in kvadratı. Bunu da bu tərəfə keçirəndə biri mənfi, biri müsbət olduğu üçün sıfıra gedəcək. Düzdürmü? Bəli. 25'dən də 11 çıxacaqsan. O neçə eləyəcək? 14 bərabərdir 0. Və bu tərəfə keçirəndə mənfi 14 eləyir. Mənfi 14 də 7'yə böləndə mənfi 2 eləyir. X'in kvadratı mənfi 2'yə bərabər ola bilər? Yox. Xeyr. Ona görə yazılır ki, heç bir qiymətində ödəmir 6. İkincisi. 7. Yine tənliyi həll etməkdir. Diskriminantla həll edirik. Gəl bir dənəsini bərabər işləyək, qalanlarını birbaşa cavablarını yazaq. Məsələn, neçəni işləyək? 4-ü. Gəl 4'ü işləyək. Birinci diskriminantı tapırıq. Kömək elə. Müəllim 11'in kvadratı Aysa, diskriminant bərabərdir. 11'in kvadratı sonra çıxılsın. 4 10 vurulsun. vurulsun 10 vurulsun 6. Aysa, qarşıda mənfi olduğu üçün toplam olacaq bu. 121 üstə gəlsin. 4'ü 6'ya vururuq. 24. 24 240. Aysa, bunlar da toplayana neçə eləyir? 1 2 yox 361. Aysa. 361'dən də kök 6 alınır özdə. 19. Deməli, sonra mənfi 11 plus minus 19 bölünsün 2 vur 6, yəni 12. 19'dan 11 çıxdıq. 8 bölünsün 12. 11 ilə 19'u topladıq. 30 bölünsün 12. Sard aparanda eləyir 3'də 2. Bu da eləyir mənfi 6'da 5. Yox, daha doğrusu 2'də 5. Aynı oldu. Bəli. 8'e də baxaq. İkincisinə Olar. Baxaq. Ortaq məxrəcinə götürək bunlara. x 5'dən 3'ə 5'dən 3'ə 15. 15 götürsək, 15'i 5'ə bölündə 3 eləyir. 3 vurulsun, 2x çıxılsın 1'in kvadratı. Çıxılsın, 5 vurulsun, x plus 3.
bərabərdir 2x plus 8 tam 3'te 2 qalsın yerində. Sadələşdirək. Müxtəsər vurma düsturudur. 3 vurulsun 2x'in kvadratı eləyəcək 4x'in kvadratı çıxılsın 4x plus 1 çıxılsın 5x çıxılsın 15. Bunu da vurub açsam 12x'in kvadratı çıxılsın 12x plus 1 çıxılsın 5x çıxılsın 15. Məxrəcdə də 15. Deməli, mənfi 12x mənfi 5x nə verəcək bizə? Mənfi 17. Mənfi Yazıram. 17x. Aha. Mənfi 15 ilə müsbət 1 nə verəcək mənə? Mənfi 15 ilə müsbət 1, 14. Bəli, mənfi 14. Deməli, 12x'in kvadratı çıxılsın 17x çıxılsın 14 bölünsün 15. Bərabər oldu 2x plus 8 tam 3'te 2'ye. Bu aynı oldu da. Bəli. İndi biz bunu çarpaz vuraq. Yəni 15'i də bu tərəfə vuraq da çarpaz. 8 tam 3'te 2'nin düzgün olmayan kəsrə çevirəndə neçə alırıq? Nizam eləyim. Bunu düzgün olmayan kəsrə çevirəndə. 3'də 3 dəfə 8 8 24 26. 26. Ortaq məxrəclə 3 götürəndə buna 6x plus 26 olacaq. Düzdürmü? Çarpaz vururuq. Bəli. 15'i vururuq 6x plus 26'ya. 3'ü də vururuq 12x kvadrat çıxılsın 17x çıxılsın 14'e. Hər tərəfdən 3 ixtisara yaparam. Qalır burada 5. 5'i 6'ya vururam. Eləyir neçə? 30x 30x da bölüyor. 5'i 26'ya vururam. 130 bərabər oldu 12x'in kvadratı çıxılsın 17x çıxılsın 14'e. Bir tərəfə keçirirəm. 12x'in kvadratı çıxılsın 30 ilə də 17 47x 14 ilə də 130'u toplayacağım. O da eləyəcək 144 bərabərdir 0. Aldım diskriminantlı tənlik. İndi bunu həll eləmək lazımdır. Deməli 47'nin kvadratından Kvadratı 47 vur 47 çıxılsın. eləyir 2209. Sıfıra 4 AS'ni yəni 4 4 vur vurulsun. 12 vur 144 ama toplama 144. şairəsi olmalıdır. 4, 144'ü 12. 12'ye vururam 1728 onu da 4'e vururam 6912 üstüne de gəlirəm 2209'u eləyir 9121. Deməli 4 vurulsun 12 48 vurulsun 144 6912 üstüne də 2209 bəli 9120 edəcək. Neçənci tənlik idi? 8. 8'in ikincisi. Aha. Sonra da yazacağıq ki 47 plus minus kök altında bölünsün 24. Biz burada sanki nəyəsə səhv eləmişik. Baxaq görək harda səhv elədik. Deməli 15 ortaq məxrəc tapmışdıq, 3'ə vurduq. 4x kvadrat çıxılsın 4x üstə gəl 1. Bunu da vurduq 3'ə. 12x kvadrat çıxılsın 12x plus. Burada 1'i 3'ə vurmamışam. Görsən. 3 olmalıydı. Səmral. Yenə burada səhv eləmişik. Bu 3 olursa Gerçekten. onda 15'ten 3 çıxılır. Yəni bu da eləyir mənfi 12. Burada 12 olacaq. Bu tərəf düz idi. Bu tərəf də düz idi. Sadəcə 14'ün yerinə 12 yazacağım. 12 yazıramsa onda 130 ilə də 12 toplanılacaq. 142 olacaq. Aynı oldu. Yəni burada sadəcə Bəli. 142'ye vurmalıyıq. Yenidən vuraq. 4'ü vururuq 12'ye 48. Onu da vururuq 142'ye. 6816 eləyir. Üstünə də 2209'u gəlirik və kök altından çıxırıq artıq. 95 çıxır. Yəni 9025 eləyir. Ondan da 95 çıxır.
Deməli aldıq 47 üstə gəlsin minus 95 bölünsün 24. Bir dəfə 95 ilə 47-ni toplayıram 142. Onu 24-ə bölürəm. Yəni 24-də 142. Bir dəfə də 47-dən 95-i çıxıram. Mənfi 48. Mənfi 48 ilə 24-ə Bəli. böləndə mənfi 2. Bir kökümüz mənfi 2 eləyəcək. Bəli, cavab mənfi 2 var. Mənfi 2 eləyəcək. Digər kökümüzdə 5 tam 12-də 11 olacaq. Yəni 144 nə? Elə bil ki 24-ü qısa yaparıq da. Aynı oldu. 7 ilə 95 toplayanda Bəli. 142 eləmişdik. 142-ni 2-yə bölsək 71 alırıq. 24-ü də 2-yə bölsək 12 alırıq. 71-in də içində 12 təqribən 5 dəfə yerləşir. 5 tam 12-də 11 olacaq. Şu. 2 kök aldıq. Mənfi 2 bir də 5 tam 12-də 11. Uzun tənliydi. Gəldik 9-a. Buyur. İki natural ədədin hasili 135 fərqi isə 6-dır. Bu ədədi tapın. Məntiqi bir sualdır. Yəni vuranda biz 135 almalıyıq. Ədədləri çıxanda isə 6 almalıyıq. Məsələn, hansı ədədlərdir? 15-i 9-a vuranda 135 eləyir. 15-dən 9 çıxanda 6. 6 eləyir. Ədədlərimiz 15 və 9. Sonra 10. Bir ədəd kvadratının 4-ə nisbəti bu ədədin 2 mislindən 12 vahid böyükdür. Bu ədədi tapın. Bir ədədin kvadratının, x-in kvadratının 4-ə nisbəti bu ədədin 2 mislindən 12 vahid böyükdür. Çarpaz vurub həll eləsək, x-in kvadratı bərabərdir 8x plus 48. 12. Bir tərəfə keçirsək, x kvadrat çıxılsın 8x çıxılsın 48 bərabərdir 0. Deməli, vuranda Səmral mənfi 48 eləməlidir. Toplayanda isə müsbət 8 eləməlidir. Həmin ədədləri tapaq. 6. Yox. 12 və mənfi 4. Vuranda mənfi 48 elədi. 12 ilə də 4 toplayanda müsbət 8 elədi. Aynı oldu. Bəli. Sonra növbəti. 2 ədədin hasilindən bu ədədlərin kvadratlar cəminə nisbəti 6 bölünsün 13 kimindir? Bu ədədlərin nisbətini tapın. Məsələn, 2 dənə ədəddir. Tutaq ki, biri x-dir, biri y-dir. Bunların hasilinin, bunların kvadratlar cəminə nisbəti, yəni x kvadrat plus y-in kvadratı nisbəti 6 bölünsün 13 kimidir. Bunu deyir. Çarpaz vursam 6x kvadrat plus 6y-in kvadratı bərabərdir 13x-y. Bu da keçirsəm burada 13x-y olacaq. Bərabərdir 0. Yenə də qırmaqda tənliyi alırsan. Buranda 6 olmalıdır. Toplayanda isə müsbət 13 olmalıdır. Buranda 6 toplayanda 13. Aha, müsbət. Amma nisbət kimi olmalıdır. 2 və 3-ü götürə bilərsən. Məsələn, 2-ni 3-ə vuranda və yaxud da 3-dən 2-ni götürə bilərsən. Toplayanda Nisbət kimi. 13 eləmirəm. Bildim də, amma yanına k qoyuruq da. Nisbət kimi götürürük. Yəni ədədin özünü almırıq axı y-dir. Və yaxud da istəsən diskriminantla da həll edə bilərik. Məsələn, b-nin kvadratı 13-ün kvadratı 169 çıxılsın 4 vurulsun 6y vurulsun 6. 24, 24 də 6-ya vurur. 144. 169-dan da çıxanda 25. 25-dən də 5 çıxır. Yəni bu 5y oldu. O birisi də bizdə neçə idi? 13 idi da. 13y plus minus 5y bölünsün 12. 13 ilə 5 toplayırıq 18. 18-i bölürük 12-yə. Və yaxud da 13-dən 5 çıxırıq. Düzdürmü? Qalır 8. 8-i bölürük 12-yə.
Sıra aparanda bax özün də görürsən 8-i 4-ə böləndə neçə edir? 2. 12-ni 4-ə böləndə neçə edir? 3. Və yaxud da burada 12-ni 4-ə böləndə 3 və yaxud da 10, yox 2-yə bölək daha doğrusu. Burada 6, burada da 9. Sonra da 3-ə bölək. 3, 2. Gördün eyni şeylərdir. 3 bölünsün 2 və yaxud da 2 bölünsün 3 nisbətində götürə bilərik. Aynı oldu. Bəli. Diskriminantla daha dəqiq alınır. Şifayə də tapmaq olar. Sonra X-in hansı 12 natural qiymətində X-in hansı Hı-hı. natural qiyməti X-in kvadrat çıxılsın 1 bölünsün 3 hissəsinin qiyməti 3x-in kvadrat çıxılsın 2x çıxılsın 3 ifadəsinin qiymətinə bərabərdir. Bərabərləşdirək. Sadəcə tənlik həll edək. 4x kvadrat çıxsın 1 bölünsün 3-ü bərabər edək. 3x kvadrat çıxılsın 2x çıxılsın 3-ü. Çarpaz vur. 4x kvadrat çıxılsın 1 bərabərdir. 3-ü 3-ə vurursan 9x-in kvadratı çıxılsın 6x çıxılsın 9. Bir tərəfə keçirik. 5x-in kvadratı, yəni 9x-in kvadratından 4x kvadrat çıxırıq. Çıxılsın 6x, 9-dan da 1-i hesablayıram. O tərəfə keçirəndə müsbət 1 eləyir. Çıxılsın 8 bərabərdir 0. Diskriminantda tənlik aldım. Sonra da həll eləyir. Bunun da cavabı deməli hesablayaq gəl. Diskriminantla tapsa nətər olacaq? Diskriminantla tapsa 6'nın kvadratı Aha, 36 36 çıxılsın 4 vur 4'ü vur 8 vur 5. 20 24'ü də 20 5'ə vurur. 160 120, 120'nin de üstüne 36 geldi. 156 eləyir. 56 Düz yazdım ben. Yok dedi. 32 vurulsun 5. 60 ilə mən bax 160. 160'ın da üstüne 36. 196 üzr istəyirəm. 196'dan da kök altına ne çıxır? 14 çıxır. 14 Deməli onda 6 plus minus 14 bölünsün 10. 20'ni de ona böləndə 2 eləyir. Digərdə mənfi eləyir. Bizə natural qiymət dediyinə görə x-in müsbət 2 qiymətini götürürük. Mənfisi bizə lazım deyil. Aynı oldu. bəli.